Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. 30 iyun həftənin birinci günüdür, bazar ertəsi günüdür və bu xəbərim çoxları üçün sevindirici olacaq. Üstəgəl düyməsinə vurub kanala abunə olun. Mən isə keçirəm həmin xəbərə. Sosial artımlar sabahdan qüvvəyə minir. Prezident İlham Əliyevin Azərbaycanda sosial müavinətlərin artırılması ilə bağlı fərmanı sabahdan qüvvəyə minir və fərmana əsasən iyulun 1-dən sosial müavinətlərin məbləğləri indi oxuduğum kimi müəyyən edilib. Orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat, orqanizmin funksiyalarının 61-80% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 manat, orqanizmin funksiyalarının 31-60% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 manat, ailə başçısını itirməyə görə 140 manat, müddətli həqqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, himayəçilərinə 140 manat, daha sonra 1 yaşına qədər uşağı olan az təminatlı ailələrə hər uşaq üçün 140 manat, 5-dən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat, övladlığa götürülən uşağa 18 yaşındakı əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla 240 manat, himayədar ailəyə verilmiş 18 yaşındakı əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə 0-6 yaş arası uşağa görə 500 manat, 7-13 yaş arası uşağa görə 600 manat, 14-18 yaş arası uşağa görə 650 manat, uşağın anadan olmasına görə 600 manat, dəfn üçün 600 manat. Bax, dəyərli izləyicilər, artırılan sosial müavinətlər bunlardır. Xəbəri paylaşın ki, daha çox insan məlumat ala bilsin.